İndi öz sahəmdə iş tapa bilməsəm, yük maşını sürücülük vəsiqəm var, yük maşını sürücüsü kimi işləyə bilərəmmi deyə soruşur. İndi Almaniyada yük maşını sürücüsü kimi işləmək üçün Almaniyaya gəldikdən sonra sürücülük vəsiqənizi Almaniya sürücülük vəsiqəsi ilə əvəz etməlisiniz. Almaniya sürücülük vəsiqəsi ilə əvəz etdikdən sonra yük maşını sürücüsü kimi işləyə bilərsiniz. Öz sahənizdə iş tapa bilməsəniz, məsələn, bu logistika şirkətlərində anbar materialları meneceri kimi işləyə bilərsiniz. İşləyəcəyiniz işdəki vəzifəniz ixtisaslı olacaq. Yəni mütləq öz sahənizdə işləmək məcburiyyətiniz yoxdur. Yəni bu işləyəcəyiniz sahə, məsələn, ofis idarəçiliyi ola bilər, usta ola bilər, media məzmunu idarəçiliyi ola bilər. Məsələn, kunden eksperti, yəni müştəri eksperti, mütəxəssis ola bilər, müəssisə müdiri ola bilər. Bu və bənzər sahələrdə əlbəttə ki, işləyə bilərsiniz. Baxın, əvvəllər bu qanundan, əvvəlki qanunda 1 il həmin şirkətdə işləmək şərti, 3 il eyni sektorda işləmək şərti var idi. Amma 29 mart 2023 tarixində imzalanan və 18 avqust 2023 tarixində rəsmi qəzetdə dərc olunan bu Einwanderungsgesetz deyilən əcnəbilər ixtisaslı miqrasiya qanunu bütün bu qadağaları ləğv etdi. İstəyən istədiyi şirkətdə ixtisaslı olmaq şərti ilə istənilən vəzifədə işləyə bilər. Buna görə də fərqli sahələrdə işləyə bilərsiniz. Sürücü kimi də işləyə bilərsiniz. İxtisaslı olmaq şərti ilə bu işləri görə bilərsiniz. Problem yoxdur.